Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve acil feracahu. İlk öncə siz dəyərli ustadları və ruhaniləri və eyni zamanda əziz iman əhlini səmimi qəlbdən salamlayır. Rəhmət və bərəkət ayı olan Ramazan ayı münasibəti ilə onlara təbrik deyir. Və Uca Allahdan bu aydan maksimum faydalanmaq tövfiqini həm onlar üçün, həm özümüz üçün diləyirik. Bildiyimiz kimi Ramazan ayı ilə bağlı söhbət kifayət qədər çoxdur. Bunların hamısına bir verilişdə çatdıra bilmərik, toxuna bilmərik. Ona görə biz onlardan mühüm bildiklərimizin bəzilərinə inşallah burada toxunacaq və siz əzizlərlə onu müzakirə edəcəyik. İcazənizlə toxunacağımız, danışacağımız mövzuya işarə edək. İnşallah söhbət əsnasında sizlər də fikrinizi bildirərsiniz. Danışmaq istədiyimiz mövzu Ramazan ayının hörməti, ehtiramı və onun hörmətinin və ehtiramının qorunmasına bağlı diqqət olunması məqamlar və Ramazan ayının başlanması, bitməsində onu necə müəyyən etməyin yolları və bu xüsusda kimlərin sözünə etimad etmək olar, olmaz. Bu mövzuda inşallah danışacağıq. Yaxşı olar ki, düşünürəm ki, ilk dayanacağımız mövzu Ramazan ayının ehtiramı olsun. Amma bundan öncə daha yaxşı olar ki, mübarək Ramazan ayının fəzilətini, dəyərini, hörmətini çatdıracaq bir-iki məqama toxunaq. Ondan sonra mövzumuzu davam etdirərik. Ramazan ayı bütün ilahi dinlər, o cümlədən də bütün səmavi dinlərin həqiqətini özündə əks etdirən İslam dinində olduqca uca, dəyərli, qiymətli bir dəyər kimi, bir ilahi dəyər kimi təqdim olunub. Sanki uca Allahın diqqət mərkəzində olan bir proqramdır, ilahi bir proqramdır. Biz bunu hədislərə müraciət etdikdə, dini mətnlərə müraciət etdikdə aydın şəkildə görə bilərik. Şabaniyyə xutbəsi var bildiyiniz kimi əziz Peyğəmbərdən. Peyğəmbər buyurur, mən ərəbisini oxumaq istəmirəm. Buyurur ki, ey insanlar, Allah ayı sizə doğru üz tutmuşdur. Bu ay elə bir aydır ki, bu ay bütün aylardan üstün, gündüzləri digər gündüzlərdən olduqca üstün, gecələri də həmçinin. Və hətta saatları belə digər saatlardan çox-çox dəyərli və qiymətlidir. Nəfəsləriniz hətta. Bəli, toxunmaq istəyirik. Ən mühüm olan nöqtəsi isə bu ayda siz Allahın qonaqlığına dəvət olunmusunuz və Allah sizi sevərək, seçərək, mən məzmun etibarıyla deyirəm, sevərək, seçərək kəramət əhli, ehtiram qoyaraq sizi öz məclisinə dəvət edib, buyurduğunuz kimi nəfəsləriniz təsbih, yuxuz ibadət, dualarınız müstəcab və əməlləriniz qəbul. Bu kifayət edir ki, Ramazan ayının necə əzəmətli, əhəmiyyətli, insanların hidayətində necə mühüm bir rol oynadığını bizlərə çatdırsın. Gəl əlavə etmək istəsəz, buyuruz. Bəli, mən də bir-iki cümlə əlavə etmək istərdim. Buyurduğunuz kimi, mübarək Ramazan ayı Allah dərgahında çox böyük fəzilət və dəyərə malikdir. 11 ayın sultanıdır. 11 ayın. Allah Teala bu ayda bəşəriyyəti kəramətli edib, insanları kəramətli edib, dəyərli edib və müqəddəs kitabın mübarək Ramazan ayında insanlara nazil edib, Peyğəmbərimizə nazil edib, bəşəriyyət üçün nazil edib. Ayədə buyurulur, fihi zikrikum. Mən bir Qur'an nazil etmişəm, orada sizi xatırlamışam. Fihi zikrikum. Orada siz xatırlanıbsınız. Bu böyük bir dəyərdir. Bir hədis gördüm, hədisdə buyurulur, mübarək Ramazan ayına Ramazan deməyin. Mübarək Ramazan deyin. Yəni, hədis demək istəyir ki, hətta mübarək Ramazan ayının adına ehtiram qail olun. Bu həddir. Başqa bir hədisdə var, Peyğəmbərimiz buyurur, la yəkunənnə şəhru Ramazan indəkum kəğeyrihi minəşşuhur. Mübarək Ramazan ayı sizin üçün sair aylar kimi olmamalıdır. Başqa sözlə, yəni fərqli olmalıdır. Və biz də bu ayda fərqli yaşamalıyıq. Elə mübarək Ramazan ayının əsas əhəmiyyəti budur da, özü fərqlidir, biz də fərqli yaşamalıyıq. Misal üçün, mən bir-iki nümunə istərdim deyəm. Əgər keçmişdə ibadət və itaətdə süslüyümüz olubsa, bu ayda gərək o süslüklər aradan qaldırılsın. Əgər keçmişdə söz və danışığımızla
rəftarımızla kiməsə zülm etmişik, kimisə incitmişiksə, daha bunlardan tövbə edib peşman olmalıyıq və keçmişimizi islah eləməliyik. Fərqli bir həyat sürməliyik. Peyğəmbərimiz hədisin davamında buyurur, mübarək Ramazan ayı Allah yanında fə innə ləhu indəllahi hurmətən və fadlan. Bəli. Mübarək Ramazan ayı Allahın dərgahında böyük fəzilətə və hörmətə malikdir. Bu hörməti qorumaq lazımdır. Elə bilirəm ki, siz də işarə elədiniz. Növbəti sualda buna işarə elərik. Bu hörməti, bu ehtiramı qorumaq lazımdır. O hansı yollarla qorunmalıdır? İnşallah bu barədə də söhbət. Bəli, çox gözəl toxundunuz Kazım ustad. Mən də bu rivayətə diqqət elədim. Allah Subhanahu taala peyğəmbərin dili ilə, yəni bu gözəl hədisi bizə çatdırmışdı. Və həmçinin ehtiram deyəndə biz fikirləşirik ki, məsələn, ayın ehtiramı, yəni nə anlamdadır ayın ehtiramı? Bəzi vaxtlar məsələn insana dəyər verir Allah, deyir insan ehtiramlıdır. Yəni bəzi insanlar Allah yanında ehtiramlıdır. Hətta cəsədi belə ehtiramlıdır, hətta qəbri belə ehtiramlıdır. Bəli. Bəzi məkanlar var ki, Allah yanında ehtiramlıdır. Yəni Kəbə Allah yanında ehtiramlıdır. Məscid Allah yanında ehtiramlıdır. Və həmçinin bəzi kitablar var ki, Allah yanında ehtiramlıdır. Məsələn, Quran Allah yanında ehtiramlıdır. İncil, Tövrat, Zəbur, Suhuf-i İbrahim Allah yanında ehtiramlıdır. Və həmçinin bəzi aylar var ki, Allah yanında ehtiramlıdır. Məxsusən Ramazan ayı bunların sultanıdır. Bəli. Yəni Ramazan ayı Allah yanında ehtiramlıdır. Yəni Ramazan ayı ehtiramlı dedikdə bir neçə məsələyə diqqət yetirmək lazımdır. Mən elə bilirəm. Ehtiram nə cür qorunur? Ramazan ayının ehtiramı nə cür qorunur? Məsələn, Rəcəb ayının da ehtiramı var, Zilqədə, Zilhiccə, Məhərrəm ayının da ehtiramı var. Ehtiram bu həddədir ki, yəni bu mənadadır ki, bu aylarda cihad ibtidai eləmək olmaz. Ehtiram var, cihad ibtidai eləmək haramdır. Bəli. Ramazan ayının ehtiramı ibadətlə çox bağlıdır. Yəni ibadətlə bağlıdır, ehtiramı qorunmalıdır. Məxsusən ibadətləri bölmək lazımdır. İbadətlər dedikdə Ramazan ayının məxsusi əməlləri nəzərdə tutulur. Birinci əməli orucdur. Biz Ramazan ayı deyəndə adətən zehnimizə oruc nəzərdə tutulur. Yəni Ramazan ayı deyirik, yəni Ramazan ayının ehtiramı orucla ölçülür. Daha çox orucla ölçülür. Daha çox orucla ölçülür. Amma bu cür nə? Deyil. Bundan da bəlkə daha əhatəlidir. Bəli, biri orucdur. Ümumiyyətlə İslam dinində ibadət anlayışı geniş mənadadır. Bütün ictimai həyatımızın fərdi və ictimai həyatımızın bütün sahələrinə şamil olur. Bəli. İbadət anlayışı. Bəli. Məsələn, oruc deyəndə biz deyirik ki, yəni muftiratdan çəkinmək. O ki, yəni Ramazan ayında bu müəyyən vaxtlarda haram olmuş o yeməkdir, içməkdir və digər muftiratdan çəkinmək məsələsidir. Yəni əgər bir şəxs bunu qorumazsa, bu ay ehtiram göstərməmişdir. Bəli. Və digər məsələ ehtiram barəsində orucdan başqa olan əməllərdir. Yəni digər əməllərdir. Yəni təkcə oruc məsələsi deyil, digər əməllər. Məsələn, günahdan çəkinmək məsələsidir. Günahdan çəkinmək məsələsində çox təkid olunub Ramazan ayında. Məxsusən Ramazan ayında günahdan çəkinilməlidir. Niyə görə? Bu bilirsiniz nəyə oxşayır? Sanki biz deyirik məscidin hörməti var, düz deyim. Məscidin hörməti var. Ehtiramı var. Əgər bir şəxs günah eləsə, fərz elə ki, şərab içsə, günahı var. Şərab içsə günahı var. Amma bu şərabı məsciddə içsə necə? Günahı daha böyük. Həm bir günahı fiqhən, yəni fiqhi bizim işin özünə görə məsələlərə görə həm günah eləyib şərab içməkdə və həmçinin günah eləyib məscidin ehtiramını sındırıb. Və yaxud bunu təsəvvür eləmək başqa günahlarla Kəbə evində. Bəli. Ramazan ayında da bu cür nədir? Ramazan ayının ehtiramı bir cəhətdən günah eləmək başqa aylarda da, digər aylarda da haramdır. Amma Ramazan ayında bu günah əgər Ramazan ayının ehtiramına sındırarsa, Ramazan ayının ehtiramını, dəyərini aradan apararsa, alimlər buyururlar ki, fiqhən hətta bunun cəzası var. Bəli. Düzdür, fərdi olaraq insan
məsələn günah eləyər, bu ola bilər ehtiramına xələl gətirməsin. Məgər ki öz yanında ehtiramını sındırır. İnsan öz yanında Ramazan ayının ehtiramını sındırır. Amma bu günah ictimai günaha çevrilərsə, Bəli. artıq bu Ramazan ayının ehtiramını sındırır. Bu günahlardan məsələn misal üçün deyə bilərik ki, müxtəlif haram olan musiqilərin yayılması bu dəqiqə aktual məsələlərdəndir. Bəli. Öz-özlüyündə digər aylarda da haramdır. Digər aylarda bu iş haramdır. Amma Ramazan ayının ehtiramına görə daha haramdır. Bəli. Ona görə müsəlmanlar bu məsələlərə çox diqqət eləməlidirlər ki, təkcə məsələ oruc tutmaqla Yəni bitmir. ustad, elə bil bir dəfə orucun özünü sındırmaq bir günahdır. Onun özünə görə hökmləri var. Bəli. Məsələn, qəzasını tutmalıdır və kəffarə və sərvə ilə axır. Bir dəfə də Ramazan ayının ehtiramını sındırmaq bəhsi var. Bəli. Bu Ramazan ayının özünün orucunu pozmaqdan da daha da şiddətlidir. Bəli. Çünki çox dəyərə malikdir. Allah yanında o çox uca qiymətə və dəyərə, hörmətə malik olduğu üçün hörmət toxunulmazlıq bir mənasında toxunulmazlıqdır da. Yəni toxunmaq olmaz, çərçivə çəkib Allah. Çox dəyərlidir Allah üçün. Bu dəyərə, bu çərçivəyə sən toxunanda, onun ehtiramını sındıranda ona görədir ki, özü-özlüyündə özünə məxsus bir günahı var. Amma bunu aşkarda, ələni şəkildə, aydın şəkildə cəmaətin qarşısında etsən, o dəyəri ayaq altına alırsan deyə, digər mənada ilahi dəyərlərin müqabilində qeyri-ilahi dəyərlərin təbliğinə bir növ səbəb olur deyə bu iki qat günaha səbəb olur. Bəli. Mən sözünüzə qüvvət, çox gözəl məqamlara toxundunuz. Allah razı olsun. Sözünüzə qüvvət bir başqa yöndən istəyirdim məsələyə toxunam. Mübarək Ramazan ayının ehtiramın qorumaqdan ötürü ilk öncə Allahın bu ayda bizə göstəriş verdi ki, oruc tut göstərişinə ləbbeyk deməkdir. Bəli. Çünki bizim xaliqimiz bu ayda bizi oruc görmək istəyir. Bundan böyük dəyər yoxdur ya. Bəli, bəli. İnsanın xaliqi ona göstəriş verir. Özdə milyardlarla insanın içindən təkcə əhli imana xitab edir. Ya eyyuhəllezine amanu. Bu xitabın özü gözəldir. Bəli. Yəni demək istəyir ki, mən əhli kitabla bu xitabda əhli kitab mənim əhli kitabı qəsd eləməmişəm. İstəmirəm deyəm əhli kitab oruç tut, Yəhudi, Məsihi, Buddizm, onlar da Allahın bəndəsidir. Amma deyir mən istəmirəm onlara deyəm ki, oruç tutun. Ya eyyuhəllezine amanu. Sən ki iman gətiribsən, müqəddəs kitabımda səni xatırlayıram və deyirəm ki, kutbə aleykumus-siyam. Oruç sizə vacib oldu. Bu böyük bir ehtiramdır. İnsana dəyər verməkdir. Bu Allah ki bu qədər insanı dəyərli bilib xitab edib ona. Biz əgər onun əksini eləsək, əhəmiyyət verməsik, ləbbeyk deməsik bu əmrə, o olur ehtiramsızlıq da. Bəli. İlk öncə Allah fikir, Rəbbim ki məni istəyir bu ayda oruc görsün, mən də gərək ləbbeyk deyəm, oruc olam. Amma birdən misal üçün hər hansı bir səbəbə görə oruç tuta bilmirəmsə və oruç tutmursa kimsə, bu əziz bacı qardaşlarımızdan çoxlu xahişim budur ki, aşkarda heç olmasa aşkarda, ictimaiyyətdə orucu yeməsin. Bəli, bəli. Yeyib içməsin. Aşkarda siqaret çəkməsin. Bəziləri məsələn üçün fikirləşir ki, orucluqda yemək yemirəm, amma siqaret çəkirəm, bu olar. Yox, siqaret çəkməkdir. O aşkarda siqaret də çəkmək olmaz. O da mübarək Ramazan ayına ehtiramsızlıqdır. Və ya çayxanalarda oturub, misal üçün rahatcasına oturub ictimaiyyətdə yeyib içmək, bunlar heç biri düzgün deyil. İlk öncə mübarək Ramazan ayının ehtiramını qorumaqdan ötürü bunları etməliyik. Bəziləri olub, mən görmüşəm, hətta oruç tutmursa, amma çox ədəb ərkan göstərir, mübarək Ramazan ayına nisbət ehtiram göstərir, böyük bir ehtiram göstərir. Uzaqdan görür ki, bir oruç nəfər tutmur, yəni bir günah eləyir, amma ehtiramsızlıq etmir. Ehtirama mümkündür savab yazılsın. Bəli. Yəni ehtiram göstərdiyinə görə. Həm öz günahın gizlədir, həm də ki, qarşı tərəf ki görür, misal üçün orucdur, tez əlində siqaret çəkirsə gizlədir, sanki mən də özümü oruc tutan kimi göstərirəm. Bu çox alicənablıqdır. Bu ümumiyyətlə ictimaiyyətdə alicənablıq sayılır. Məna olmamalıdır. Bəli. Riya kimi əslən bunu dəyərləndirmək olmaz. Bu riya deyil. İnsani keyfiyyətin göstəricisidir. Afərin. İnsani keyfiyyəti. Misal üçün bu hər cəhətdən məsələyə baxsaq, burada gərəkdir ki, oruc tutmayan şəxs oruc tutanın yanında açıq-aşkar şəkildə yemək yeməsin. Biri elə bil acıdır. Ümumiyyətlə orucluq dini baxışından məsələyə baxmayaq, yanaşmayaq. Bir nəfər acıdır, sən də götürübsən onun yanında yemək yeyirsən.
Hər halda bunu insanlar Bəyənilən bir etməz. şey deyil də Bəli, bu. bəyənilən bir şey deyil. Bəli. Belə bir dəyər budur. Əlbəttə başqa dəyərlər də var. Əgər siz də toxunsanız, Biz Ramazan ayının elə bir yenə də əhəmiyyətinə işarə edəcək bir məsələyə toxunaq, sonra hörmət mövzusunda bəhsimizi yenə inşallah davam etdirərik. Elə bu səbəbdəndir ki, biz görürük ki, Ramazan ayı hədislərdə gəlib ki, dinin sütunlarından biridir. Bəzi hədislərdə dinin sütunları qeyd olunub. Bunyal İslam. 5 dənədən Bunyal İslam ələ xəmsi. Bunlardan biri də savumdur. Yəni orucluq da Ramazan ayının dəyəri ilə orucluğa görədir. Bəs bir ayin ki, bir ilahi proqram ki, dinin ayaqda qalmasına, dini yaşamasında möhtəşəm, belə deyək, çox təsirli bir rol oynayır. Deməli bunun ehtiramı, dəyəri mütləq qorunmalıdır. Yəni bu tək fəqət dini sistemdə belə deyil, bütün anlayışlarda, bütün sistemlərdə belə deyil. Əgər bir anlayış, bir dəyər o sistemin yaşamasına, ayaq tutmasına, rəvəz tapmasına, inkişafına səbəb olursa, ona toxunmaq böyük bir günahdır, böyük bir xətərdir. Olmaz. Heç kəs də icazə vermir buna. Bəs ona görədir ki, dinin dəyərləri qorunmalıdır. Bu bütün sistemlərdə belədir. O amil, o səbəb, o faktor ki, həmin sistemin qalmasına, yaşamasına, daha da geniş şəkildə tərəqqi tapmasına xidmət edirsə, sistem və yaxud da sistemin başında duran qüdrət ona çox önəm və əhəmiyyət verir. Din də eynən o cürdür. Ramazan ayı bütün əməllərə nisbətdə demək olar ki, çox möhtəşəm şəkildə dinin yayılmasına, dinin yaşamasına xidmət edir. Maraqlı cəhət nədir burada? Biz görürük ki, dini, məsələn, hər hansı bir ayini küçümsəməyə çalışırlar. Bu olmaz, filan şey olmaz, filan şey olmaz. Həccə məsələn daş atmaq olmaz. Bu mərhələ gəlib elə bil axırda bir də onda görəcək ki, dedilər namaz yoxdur, filan şey yoxdur, hicab yoxdur. Bu bilirsiniz nəyə hesablanır? Mən bu cür düşünürəm. Bu ona hesablanıb ki, biri məsələn orucluq da Ramazan ayı. Ramazan ayı həqiqətən tarixə baxsaq, elə bu gün də müşahidə etsək, görər ki, dinin yaşanmasında müstəsna rol oynayır. Deməli, İslam düşmənləri nə etməlidir? Bəs bu dəyəri kisildərək, insanların gözündə aşağı salaraq arada yavaş-yavaş aradan aparmaq çalışırlar. İftar vermək olmaz, niyə iftar verirsiniz filan filan. Yəni filan şey yoxdur, dində hicab yoxdur, indi gələcəklər, mən onların dilindən deyirəm də, namaz yoxdur. Bu bir ateistin sözünə bənzəyir ki, bu Allahın dini olmur artıq. Bu Elşad Mirinin dini olur. Bir ateist danışırdı, dedi ki, o din ki siz bizə aparıcı ilə danışırdım, yəni ekspert idi. O din ki siz bizə deyirsiniz, təqribən bunu demək istəyirdi. O Allahın dini deyil. İslamda belə hökmlər yoxdur. Bu Elşad Mirinin dinidir. Yəni nəyə görə? Bunu bir cümlə ilə fikrimi tamamlayayım. O ayin, o dəyər, o vacib ki, dinin yaşamasında fövqəladə rol oynayır. Biz görürük ki, düşmənlər həmin yerə barmağın qoyur və onu tədricən bizlərin əlimizdən almağa çalışırlar. Biz də burada diqqətli olmalıyıq inşallah. Kazım qardaş bir məsələyə toxundu. Xitabla bağlı ki, möminlərə xitab olunur. Mən istəyirəm bu məsələyə bir də toxunum. Çox gözəl bir yəni məsələdir ki, bu Allah möminlərə xitab eləyir. Ayədə Allah möminlərə xitab eləyir. Yəni bu səhv başa düşülməsin. Ustadın da yəni qəsdi budur ki, bu təklif ümumi insanlar üçün, təklif olaraq bütün insanlar üçün, bizim məşhur görüş də budur. Yəni təklif olaraq bütün insanlar üçündür. Amma niyə Allah Subhanahu va Taala möminlərə xitab edir? Ustad gözəl buyurdu ki, çünki möminlər Allahla müamilədədir. Yəni Allah onlara ehtiram qoyduğuna görə, möminlər iman gətirdiyinə görə əmrlər və tabe olacaq. Bəli, tabe olduğuna görə Allah onlarla danışır. Çünki əmri onlar tabe edirlər. Bilirsiniz, çox yəni rivayətlər var da, yəni günahla bağlı, aşkar günah olsun və yaxud da hətta gizlin günah olsun. Bizim rivayətlərimiz çoxdur ki, yəni Ramazan ayının vaxtında günah eləmək, ehtiramını pozmaq, yəni təqribən orucun olmamağına, hətta bir cəhətdən oruc vacibdir. Amma günah eləyərsən orucdan bir şey qalmaz ki, nə çox oruc tutan ki, onun orucdan payı aclıq və susuzluqdur.
Və digər rivayətdə deyir ki, İza sumta fəlyasum səmuka və basaruka və şa'ruka və cilduk. Yəni elə ki oruç tutdun, deyir həm oruç tutmalıdır qulaqlar, həm insanın gözləri və digər insanın bədən üzvləri. Bunlar işarədir ki, bu ayın təkcə məsələsi qarnı, Oruz qalmaqdır. yəni aclıqdan və yaxud susuzluqdan insan özünü saxlamaqla deyil. Orucun mənası insan özünü çəkindirməlidir. Amma nələrdən? Bəli. Birinci mərhələsi budur ki, muftiratdan ki, o şeylər ki, 10 məsələ ki var ki, bizim fiqh kitablarımızda keçərlidir. Bəli, birinci növbədə, ilk növbədə bunlardan insan çəkinməlidir. Amma bununla da kifayətlənmir. Və bundan əlavə günahdan insan bu ayda daha da çəkinməlidir. Və hətta bəzi alimlərimizin işarələri var ki, hətta alimlər deyəndə, yəni hədislərimizin də işarələri var ki, hətta təfəkkür də bu ayda, yəni insanın fikri günahdan çəkinməlidir. Rivayət varımızdır ki, siyamul qalbi xeyrun min siyami lisan, siyamul lisan xeyrun min siyamil batn. Bəli. Yəni qəlbin orucu ən üstün orucdur. Yəni fikrin orucu, insanın fikrinin salih qalması ən üstün. Yəni insan özünü çəkindirsə, gərəkdir bunlardan bu ayda çəkinsin. Niyə görə işarə olunub? Rivayətdə işarə olunub ki, insanın təfəkkürünə zərbə vuran nədir? Şeytan. Yəni insanın fikrinə, yəni ilk növbədə qıraqdan təsir vuran şeytandır. Bu şeytan bu ay zəncirlənib. Şeytan bu ay zəncirlənib. Və buna Quran ayəsi də deyir ki, və qalə şeytanu ləmmə qudiyəl əmru İnnəllaha va'adakum va'dəl haqqi və va'adtukum fəəxləftukum və mə kənə li aleykum min sultan illə dəavtukum fəstəcəbtum li və la təlumuni lumu ənfusakum. Deyir ki, mənim sizin üzərinizdə heç bir səltənətim, hökmranlığım yoxdur, məgər ki, mən sizi dəvət etmişəm, təkcə dəvət etmişəm. Yuvəsvəsə fi zudurin Nas. Və başqa bir ayədə deyir ki, o münafiqləri Həşr surəsində Allah subhanahu ta'ala münafiqləri şeytana bənzədir. Deyir, şeytanın bənzərləridir münafiqlər. Nə cəhətdən şeytanın bənzərləridir? Deyir, bu cəhətdən ki, kəməsəli şeytandır. İz qal lil insan ukfur fələmmə kəfərə qalə. Şeytan insana deyər ki, küfr elə. Yəni onu küfrə dəvət eləyər. Onun şeytanın da fəqət yəni prosesi fəqət dəvətdir. Elə ki insan da fələmmə kəfərə və qalə. Elə ki insan küfr elər, şeytan deyər. İnni bəri'un minkə. Mən səndən uzağam. İnnə xafullaha rabbəl aləmin. Mən Allahın, aləmlərin Rəbbi olan Allahdan qorxuram. Bəs bu ayda təfəkkürü saxlamaq, yəni insan öz təfəkkürünü günah olan şeylərdən saxlamaq lazımdır. Bu da bir növ ehtiramdır. Düzdür, bunu fiqhi cəhətdən bir əzab vəd olunmayıb burada, amma paydan qalır insan. Bəli. Mən bir başqa bir məqama toxunmaq istərdim. Mübarək Ramazan ayının ehtiramı ilə bağlı başqa bir məqam budur ki, ölkə səviyyəsində mübarək Ramazan ayına ehtiram olmalıdır. Mübarək Ramazan ayının ehtiramı ölkə səviyyəsində qorunmalıdır. Bəli, bu bütün Azərbaycan xalqının arzusudur bu. İnşallah da ki, Allahın hövl qüvvəsindən bu da olar. Mübarək Ramazan ayının ehtiramı ölkə səviyyəsində qorunmalıdır. Telekanallar verdiyi verilişlərdən, o verilişlər ki, əxlaqi dəyərlərə, ümumiyyətlə dəyərlərə ziddi, onları saxlamalıdır. Mübarək Ramazan ayında, misal üçün, bütün müsəlmanlar oruç tutub ibadət ediblər və iftar vaxtıdır, azan vaxtıdır. Azan vaxtı Quran oxunmalıdır. Azan vaxtı azan verilməlidir. Müsəlmanların ibadət edib bunu gözləyir. Kanalları açır, hansısa bir kanal açır, musiqi oxuyur. Və özdə pis bir vəziyyətdə hansısa bir musiqi klip verilir. Bu İslama təhqirdir. Mübarək Ramazan ayına təhqirdir. Və ya məsələn imsak vaxtıdır. Bunlar ibadətlə məşğul olmalıdır. Həmin ibadətlə məşğuldur. Həmin vaxtı Quran oxunmalıdır. Bunlar imsak üçün hazırlıq edəndə
Quran oxunmalıdır, Quran eşitməlidir, amma telekanallarda Quran yoxdur. Bu məsələ məsələyə toxunmaq lazımdır. Kasım Usta ki, ciddi olaraq, yəni biz deyəndə ki, ehtiram Ramazan ayının ehtiramı. bunlar hamısı ehtiramdır. Məsələ təkcə, Oruc yəni deyil. Oruç qarnı tutmaq deyil. Bəli. Məsələ təkcə günahdan qıraq qalmaq Bəli, deyil. deyil. Məsələ təkcə təfəkkürü Başlamaq. paklamaq deyil. Bəlkə Quran oxumaq bizə vəd olunub bu ayda. Bəli, bəli, Quran Quran oxumaq ən oxumaq böyük ibadətdir. Ən böyük ibadət. Ən böyük Bir surə ibadət. oxuyur, bir ayə oxuyursan Hı. neçə qat bərabərindədir. Bəli, Bu ehtiramdır. Yəni Allah Subhanahu va Taala hətta müstəhəb həddindədir. Amma ehtiramdır. bəli. Və digər müstəhəb əməllər, duaları var ki, məxsus duaları var ki, bunlar ehtiramdır hamısı. O imsak mövzuya qayıdım. İmsak vaxtı oruç tutan şəxs imsaka hazırlaşır və ibadətlə məşğuldur. Hansısa bir kanalda məsələn dini dəyərlərə, əxlaqi dəyərlərə zidd bir şey verilir. Quran oxunmalıdır, Quran yoxdur. Axı müsəlman bir cəmiyyətində yaşayırıq. Və ya fəsad mərkəzləri, içki mərkəzi, bunlar hamısı bağlanmalıdır. Mübarək Ramazan ayının ehtiramı ölkə səviyyəsində olmaq üçün bunlar hamısı bunlara riayət olunmalıdır. Mən bir müqayisə edim. Ustad Famil də gözəl bu məsələyə başqa yöndən toxundu. Allah Taala belə deyək, Quran və hədislərimizdə bir neçə şey xüsusi dəyərə, ehtirama malik olduğu üçün Allah Taala onları özünə mənsub edib. Bəli. Misal üçün Allah Taala Quranda məscidləri özünə nisbət verib. Məsacudullah, Allahın məscidləri. Amma məscid Allah Taala məscid tikməyib ki. Allah bu məscidləri özünə nisbət verməklə istəyir bizə çatdırsın ki, bunlar xüsusi dəyərə malikdir, xüsusi ehtirama malikdir. Peyğəmbərimiz də mübarək Ramazan ayını Allaha mənsub edib. Buyurur Şəhrullah, Allahın ayı. Məscidlər, siz də müqayisə etdiniz. Mən istəyirəm başqa yönlə bu məsələni müqayisə edəm. Məscidlərin xüsusi ehtiramı var. Məscidə ehtiramsızlıq etmək haramdır. Bunu bütün cəmiyyətimiz bilir. Bəli. Məscidi sökmək haramdır. Məsciddə donuz saxlamaq haramdır. Bəli. Və bunu bütün cəmiyyətimiz bilir və qınayırlar. Allah məlun ermənilər, mənfur ermənilər bu işi görmüşdü, bu hörmətsizlik eləmişdi. Bütün xalq bunu dilə gətirirdi ki, ermənilər bu işi gördü. Və düzdür də. Və belə şey qınanılmalıdır. Mübarək Ramazan ayına da ehtiramsızlıq etmək qınanılmalıdır. Kimsə deyə bilməz ki, məscidə ehtiramsızlıq olanda mən dillənirəm. Mübarək Ramazan ayı yox, mənlik deyil. Xeyr, fərq eləmir. Mübarək Ramazan ayında əgər açıq-aşkar fəsad mərkəzləri öz fəaliyyətindədirsə və ya hansısa telekanallar öz istədiyi fəsadı yayırlarsa, bu mübarək Ramazan ayına ehtiramsızlıqdır. Bu ölkə səviyyəsində bu ölkə səviyyəsində riayət olunmalıdır. Bəzən bəzi bəhanələr gətirirlər, yeri var ki, buna da toxunaq. Bəziləri deyirlər ki, biz dünyəvi dövlətik, dünyəvi ölkəyik. Dünyəvi olursan, ol günən. Yaxşı, sən dünyəvi ol günən. Amma mübarək Ramazan ayına deyənməzsən ki, mən hörmət istəyirəm. Demək istəyirəm ki, dünyəvi olmaq mübarək Ramazan ayına ehtiramsızlıq edə bilərsənmi? Dünyəvisən deyə mübarək Ramazan ayına ehtiramsızlıq edə bilərsənmi? Dünyəvisən deyə ilahi hökmləri ayaq altına ata bilərsənmi? Dünyəvisən deyə xalqın balalarını ibadətdən çəkindirib fəsada sürükləyə bilərsənmi? Dünyəvisən lap belə Avropalı ol. Sən gərək müəyyən eləyəsən, Məsihisən, Cuhudsan, Yəhudisən, Buddizmsən, yoxsa müsəlmansan, bunu müəyyən etməlisən. Azərbaycan xalqı müsəlmandır. Xalq müsəlmandırsa, xalqın dininə, ondan sonra müqəddəsatına ehtiramsızlıq etməyə heç kimin ixtiyarı yoxdur. Mübarək Ramazan ayında bu aya ehtiramsızlıq etmək başqa tərəfdən xalqa da ehtiramsızlıqdır. Mübarək Ramazan ayında həm bu dediklərimiz, bu ehtiramlar riayət olunmasa, həm xalqa ehtiramsızdır, həm dinimizə ehtiramsızdır, həm bütün müsəlmanlara ehtiramsızdır, həm Allahın hökmlərinə ehtiramsızdır. Nə qədər istəsin bu ehtiramsızlığı saymaq olar. Odur, bunlar ölkə səviyyəsində mübarək Ramazan ayına ehtiram olunmalıdır. Bəli, Ustadcan. Deməli, bu mövzunu, yəni hörmət məsələsini inşallah yekunlaşdıraq, digər mövzulara keçid edək. Amma bunu demək istəyirəm ki, niyə bu qədər əhəmiyyətlidir? Niyə Allah Ramazan ayını bu qədər ehtiram məsələsinə əhəmiyyət verir? Din bu qədər həssasiyyətlə yanaşır buna? Bu buna görə ola bilər və səbəbi də budur, hədislərdə də işarə olundu.
onların məzmunu və möhtəva cəhətindən biz buna toxunaq. Bu ona görədir ki, Ramazan ayında bir ecazkarlıq, bir cazibə qüvvəsi var ki, bir mühit formalaşır ki, indi görmədiyimiz hansı prosesdə gedir, onu bir Allah bilir. Biz görürük ki, bəndəçilik üçün potensial bəli, var. biz görürük ki, ibadət əhlindən əlavə qeyri-ibadət əhli belə bu ayda Ramazan ayının ehtiramını saxlayırlar. Bəli, Müşahidə etməmiş bəli, olmazsınız. bəli. Müraciət edirlər ki, şəri məsələlərini öyrənirlər. Bu ayda daha çox ehsan verməyə, xeyir işlər görməyə səy edirlər. Və bir çox hallarda Ramazan ayının orucunu tuturlar və haram toylardan və haram məclislərdən mümkün qədər qaçırlar. Bəli. Bunun səbəbi odur ki, bu ona görə ola bilər ki və elə ona görədir ki, Ramazan ayında başa düşdüyümüz budur ki, ilahi iradə insanların həyatında daha çox təsir qüvvəsinə malik olur. Hə. İnsanların həyatın bu ayda bir cazibə qüvvəsi var ki, insanların həyatının mərkəzində onların həyatına yön verən, cəhət verən, istiqamət verən, onların mövqeylərini təyin edən qüvvə, amil Allah olur. Onun dini olur. Digər aylarda isə biz görürük ki, nəfsi istəklərə, ümumiyyətlə öz mənfəətlərini güdürlər, amma Ramazan ayında o qədər ilahi bir qüvvə var ki, o qədər ilahi bir potensial var. Elə bir atmosfer hakimdir ki, Ramazan ayı gəlir insanları ümumi şəkildə o şeytani tərəfə xəttdən ilahi Tərəfə xəttə səfərbəylik yönəlmişdi. Seyyid Tosun Ustad yaxşı toxundu. Buyurur əvvəlhu rəhmə. Bəli. Yəni bu ayın əvvəli rəhmətdir. Əvsatuhu məğfirə. Yəni əvvəli rəhmət başlayır. Elə ki yarıya çatır məğfirət, axiruhu əl-icabə vəl-itqu minən-nar. Yəni axırı da duaların qəbuludur. Bu ayda bu potensial var. Allah Subhanahu taala buyurur, səmanın qapıları, rəhmət qapıları açılır. Yəni Ramazan ayının 1-ci gecəsindən. Fi əvvəl leylətin min şəhr Ramazan. Tuğlaqu ilə axir leylətin minhu. Ta axırıncı gecəsinə qədər bu rəhmət qapısı açıqdır. Mən istəyirdim bir məsələyə toxunum qardaşlar, əgər icazə versəz. Ramazan ayına bağlı Kazım Ustad da əvvəldə toxundu. Elə vacibliyi ehtiramın ən üstünüdür. Yəni Ramazan ayının orucun vacib olması bu məsələdə, yəni oruc tutmaq, yəni bu məsələnin nə qədər, yəni vacib məsələsinin nə qədər önəmli olmasını göstərir. Və bunun üçün də həmçinin Allah Subhanahu taala Quranda Bəqərə surəsində buyurur ki: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tattaqun." Bu ayə nazil olur Hicrətin məşhur görüş budur təfsir alimləri arasında, Hicrətin 2-ci ilində. Yəni Ramazan ayının oruc məsələsi Hicrətin 2-ci ilində vacib olur. Ondan qabaq oruclar var idi. İnsan, məsələn, müsəlmanlar və ondan qabaqki ümmətlər nəzr eləsəydi oruc vacib olurdu. Etikafa keçsəydi mümkündür oruc, etikaf halında oruc, əhd eləsə oruc vacib olurdu. And içsəydi, məsələn, hər hansı bir məsələdə oruc vacib olurdu. Amma mən istəyirəm bu məsələsinə toxunum ki, oruc vacib olması hətta əvvəldə bizim ümmətə də vacib olanda bu cür vacib olmamışdı ki, indiki formada. Bundan çətin formada idi. Yəni bundan çətin forma. Biz sonrakı, belə deyək ki, nəsillər, sonrakı Peyğəmbər ümməti üçün bu yumşaldıldı. Bu məsələ yumşaldıldı. Əvvəl, mən istəyirəm bunun şənin nüzuluna elə kitabdan siz əzizlərin diqqətinə çatdırım. Bu hadisənin ki, ayə nazil olur, şən nüzulu nə barədədir? Bunu Əli ibn İbrahim öz atasından, Əli ibn İbrahim Qummi təfsirində gətirir və həmçinin əhl-i-sünnə alimləri də bu məsələdə yəni öz kitablarında gətiriblər. Əlbəttə ki, şəxs ki, o burada adı keçəcək, bəziləri bir şəxsi qeyd ediblər, digərləri başqa, amma mahiyyət etibarı ilə eynidir. Ayə ki nazil olur ki, uhillə ləkum leylətəs siyamə ərrafətu ilə nisaikum, yəni sizin üçün halal oldu qadınlarınıza yaxınlaşmaq. Bəs məlum olur ki, bundan qabaq
halal deyil. halal deyildi. Yəni Ramazan ayı daxil olanda Əlbəttə Gecə və tamaşaçılara biraz da çətinləşdirirsiniz. gecə və gündüz Bunları. və həmçinin oruc tutmaq məsələsi ki var idi, gecədən gecəyə idi. Yəni necə? Məsələn fərz elə ki, gecə yatmamışdan qabaq ki elə bil ki imsak başlayırdı, ta o gecə işa namazını qılandan sonra yeyə bilərdim yatana qədər. Elə ki yatdım da, durdum artıq yeyə bilmərəm. Sanki 24 saat. Sanki 24 saat olurdu. Bu gün günləşdi. Nə zaman? Şən nuzulu bu cür nədir ki, kanəl əkru muharraman fi şəhr Ramazan bil-leyli ba'də ən-nevmi. Yəni haram idi yatandan sonra, yəni novmdan sonra Ramazan ayında oruç tutmaq, çox üzr istəyirəm, yemək haram idi. Və kana nikahu haraman bil-leyli və nəhari fi şəhr Ramazan. Və həmçinin nikah. Nikahda məqsəd xanımlara yaxınlaşmaq, qadınlarına yaxınlaşmaq. Fərqi yoxdur. Gecə, gündüz Ramazan ayında haram idi. Və kana raculun min ashab Rasulullah yuqal lahu Mut'im bin Cübeyr. Mut'im bin Cübeyr adında bir peyğəmbərin səhabəsi var idi ki, bunu danışır. Buyurur ki, Mut'im bin Cübeyr şeyxan zayıfən. Bir dənə şeyx idi, zəif idi. Yəni yaşlı bir kişi idi. Kana sa'iman. Oruç tuturdu. Fa abta'at alayhi ahluhu bit-ta'am. Yəni ailəsi ona yemək verməyi gecikdirir. Fənama qabl an yuftir. Yemək yeməmişdən qabaq yatır. Yeməyi gözləyənə qədər yatır. Ləmma intaha qala li əhli. Elə ki oyanır, deyir əhli üçün qad hurrima alayya al-aklu fi hadhihi al-leyla. Mən də yeyə bilməyəcəm. Mənə haramdır. Fəlamma asbah hadara hafr al-xandaq. Elə ki xəndəyi qazırdılar həmin dövrdə. O da gəlirdi xəndəyi qazmağa. Fəuğmi alayhi. Özündən getdi. Fəraahu Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm fərraqqa ləhu. Peyğəmbər ürəyi yumşaldı onun üçün və buyurur ki, fəənzəlallahu hədihil ayə. Allah subhanahu wa ta'ala bu ayəni nazil elədi və yüngülləşdirdi. Çətinliyi götürdü. Yəni bu qədər istəyir ki, rəhmətdən qaçmayaq. Yəni Allahın rəhmətindən qaçmayaq. Mübarək Ramazan ayı ilə bağlı daha çox maraqlı olan və soruşulan suallardan biri də budur ki, mübarək Ramazan ayının əvvəli və sonu hansı meyarlara əsasən təyin olunur və bu mövzuda hər kəsin sözünə və verdiyi qərara biz inana bilərik, yoxsa yox. Bu barədə də söhbətimiz olmağı çox gözəl olardı, müzakirə edək. Mübarək Ramazan, ilk öncə bunu deməli ki, mübarək Ramazan ayının əvvəli və sonu dini göstərişlərə əsasən təyin olunur. Və dini göstərişlərə əsasən təyin olunmalıdır. Azərbaycan xalqının əksəriyyətinin məzhəbi şiə olduğu üçün, şiə məzhəbli olduğu üçün bu ayın əvvəl və sonu gərəkdir ki, şiə fiqhinə əsasən təyin olunsun. Şiə fiqhinə əsasən ümumi göstəriş bizə budur ki, mübarək ayı gördün, oruç tut. Yəni mübarək Ramazan ayını gördün, ayın hilalını gördün, oruca başlayırsan. Səhəri oruca başlayırsan. Və Şəvval ayı gördün, orucunu aç, yəni bayram et. Orada da məqsəd budur ki, Şəvval ayının hilalını görəndə daha bayram edirsən. Amma ayı gör dedikdə burada müxtəlif yollarla ayı görmək mümkündür və ya ayın əvvəli insana isbat ola bilər. Biri budur ki, bir dəfə ayı öz gözümlə görürəm. Özüm görürəm və ay mənə isbat olur ki, sabah mübarək Ramazan ayının əvvəlidir. Və oruç tuturam. Daha burada heç kimin sözü əsas götürməyə ehtiyac yoxdur. Bəzən də görürsən, mən görməmişəm ayı. Əlbəttə, burada da fərqli baxışlar var. Misal üçün, gör deyəndə təbii göz nəzərdə tutulur, yoxsa teleskopla da görmək olar. Burada fərqli baxışlar var. Bu məsələyə istəmirəm toxunam. Başqa bir məsələ budur ki, mən özüm görmədim ayı. Amma ayda görsənibsə, mən elə oruc olmalıyam. Deyirlər, yox. 2 nəfər adil, ədalətli şəxsin sözü ilə də sən orucunu tuta bilərsən və orucunu aça bilərsən. Əlbəttə, bu şərtdir ki, gərək 2 nəfər başqa bir adil şəxslər, ədalətli şəxslər bu sözün əksinə bir söz deməmiş olsunlar. Bəzən burada belə bir suallar da yaranır ki, soruşulur. Hansısa bir idarənin sözü necə? Məsələn, hansısa bir idarə söz deyib. Deyir ki, mübarək Ramazan ayı sabahdır. Və ya bəzən neçə ay əvvəldən deyirlər, mübarək Ramazan ayı filan gün olacaq. Bu idarəyə bağlı olan insanların sözünə necə? İnana bilərik, yoxsa yox?
Bu mövzuda mən bunu demək istəyirəm. Qısa və konkret, hansısa bir idarənin sözünə inanmaq düzgün deyildi. Niyə düzgün deyildi? Baxın, biz dəfələrlə şahid olmuşuq ki, Şiə fikrinə əsasən filan günü mübarək Ramazan ayı olmayıb və ya bayram olmayıb, amma gəliblər həmin günü bayram elan ediblər. Bu həm xalqa ehtiramsızlıqdır, hörmətsizlikdir, həm də ki özü böyük bir günahdır. Necə olur ki, sən o Şiənin fikrini nəzərə almırsan? Şiə fikrini nəzərə almadan, hətta bəzən belə bir şey olur. Bütün Şiə aləmində, bütün Şiə alimləri mübarək Ramazan ayının bayramı elan etmədiyi günü, məsələn, bu idarələr gəlib bayram elan edib. Bu o deməkdir ki, sən Şiənin fikrini nəzərə almırsan. Şiənin fikrini nəzərə almırsansa, hətta təsəvvür edin, bu həddə oldu. Ötən il oldu da, Məhərrəmlikdə də bu işi etdilər. Tasuanı Aşura keçirdilər. Bu işlər yığılıb, bu işlər cəmi olub. Xalqın gözündə bu idarələrin etibarı itib. Yəni, insan eləyə bilməz, ümumiyyətlə dini cəhətdən və əqli baxımdan insana icazə verilmir ki, belə bir vəziyyətdə Şiə bir cəmiyyət gəlsin belə bir idarənin sözünə əməl etsin və desin ki, hər nə dediniz, mən orucu onunla açacağam və hər nə dediniz, onunla orucu tutacağam. Başqa bir məsələyə, başqa yönlənəyəm istəsiz yanaşaq. Ümumiyyətlə, bu idarələrin ədaləti isbat olmalıdır. Düz danışmaları isbat olmalıdır. Şiə fikrinə əsasən, Şiə maraqların bunlar güdürlər yoxsa yox, bunlar isbat olmalıdır əvvəldə. Bunlar isbat olandan sonra sən deyə bilərsən ki, bəli. Amma bunların əksinə olaraq etdiyi işləri isə bunun əksini isbat eləyir. Sözlərinin etibarın yox. Əziz ustad, buyurduğunuz kimi təbii ki, burada hər kəsin sözünə, hər yoldan keçənin, hər belə deyək də, dindən danışanın sözünə etimad etmək olmaz. Səbəbi də çox sadə və təbiidir. Nəyə görə? Biz dinimizi, əqidəmizi, şəri hökmlərimizi, yəni ilahi marifə əsasən, Peyğəmbər və onun əhl-i beytin marifinə əsasən, yalnız Allahdan və Allahın izni ilə Peyğəmbər, onun əhl-i beyti, Quran-ı Kərim və mühüm olan və bugünümüzlə də əlaqəli olan hissəsi buradır. Peyğəmbər və onun əhl-i beytinin yolunu gedənlər, onun yolunun davamçıları, amma belə ki, bu insanlar dini elmlərdə yüksək, ali səviyyədə, akademik səviyyədə elmə sahib olmalıdırlar və ədalətli, haqq-mehvər olmalıdırlar. Bəli. Və İslamın həqiqi marifinin yayılmasında maraqlı insanlar olmalıdırlar. Biz dinimizi, əqidəmizi bu cür insanlardan almalıyıq. Bu gün də bunun bariz nümunələri, aşkar nümunələri məhz mərciyyətdir. Bəli. Çünki bütün həm elmləri var, həm ömürlərini bu işə sərf edirlər və ayın görülməsi ilə bağlı olan bütün məsələlər, bunların artıq bu məsələyə elmləri var. Məhz bunlardan alma, belə deyək də, əqidəmizi, dinimizi, ilahi vəzifəmizi bunlar təyin eləməlidir. Çünki bunlar dində mütəxəssis və mütəxəssisdən də hətta yuxarı olan bir şəxslərdir ki, ömürlərini bu yola sərf ediblər. Bizim bunlardan qeyri şəkildə, məxsusən o kəslər ki, biz görürük ki, bəzən dini başqalarının maraq, mənfəət və maraqlarına qurban verirlər. Bəli. Müəyyən şeylərdən çəkinirlər deyə dinin marağını, dinin buyruğunu, göstərişini yox, başqa maraqları, başqa şəxslərin, başqa dairələrin maraqlarının xidmətində olurlar. Bu da qəbul edilməzdir. Dediyimiz kimi dini yalnız dinin əhlindən ala bilərik. Mən də istəyirəm bu məsələdən bir neçə nöqtəyə toxunum ki, Ustad Kazım buyurdu, yəni təkcə Ramazanla bağlı deyil, ayın məsələsi təkcə Ramazan ayının daxil olması və yaxud Ramazan ayının xaric olması, Şəvvalın daxil olması məsələsi deyil. Necə ki, Quran buyurur ki, Yəsəlunəkə anil əhillə, qul hiyə məvaqitu linnəsi vəl həcci. Yəni, soruşsalar səndən hilal barəsində,
Denən hilal bir vəsilədir, bir meyardır ayın təyin olunması üçün. Bəli. Ayın təyin olunması üçün və yəni insanın vaxtlarının təyin olunması üçün. Yəni ayın təyin olunması, yəni insanın vaxtlarının təyin olunması üçün və həmçinin həccin təyin olunması üçün bir məsələ. Bu fərqi yoxdur. Ramazan ayında da bu cürdür. Ayla təyin olunur bizim mənbələrə əsasən və müsəlman mənbələrinə əsasən. Ramazan ayından sonra Şəvval ayında da bu cürdür və digər aylarda da bu cürdür. Bəs ayın əvvəli ayın xaric olması ilə, yəni muhaqdan o yerlə günəşin arasında o təhtə şüa deyərlər, ərəblər muhaq deyərlər. Bizim dildə, yəni bilmirəm, yəni terminoloji mənası nədir, amma yerin və günəşin arasında ayın olmasıdır. Yəni günəş ayın bir hissəsini işıqlandırır, digər hissəsi işıqlanmır, qaranlıq qalır. Əlbəttə ki, onu o böyük teleskoplarla görmək olar, amma məqsəd ayın o sahədən çıxması məsələsidir. Elə ki, ay o sahədən çıxır, bir hissəsi işıqlanır. Yəni yan hissəsi biraz işıqlanır, yenə də əksər hissəsi günəşə tərəfdir. Görsün, qaranlıq tərəfi də çoxdur, amma bir hissəsi işıqlanır. Bu muhaqdan çıxması, bu dairədən, yəni ətrafdan, yəni ayın çıxması artıq ayın əvvəlini sabit eləyir. Ayın əvvəlinin sabit olması, Ustad Tosif də həmçinin buna, bu məsələyə yəni buyurdu, fikrini buyurdu. Dedi ki, biz öz yəni şəri məsələlərimizi dövrümüzün alimlərindən götürürük. Bəli, bu cür nədir? Yəni hər bir şəxs öz müctehidinin fətvasına əsasən ayın təyini ilə bağlı hökmünü icra eləyəcək. Hər bir şəxs, hər bir müqəllid öz müctehidinin fətvasına əsasən fətva cəhətdən fərqlidir. Mövzu cəhətdən ayın çıxması mövzu məsələsidir. Burada mümkündür müctehidin hər hansısa bir dəxaləti olmasın ayın muhaqdan çıxması məsələsi. Amma fətva məsələsində biz görürük ki, fətvalar müxtəlifdir. Fətvalar müxtəlifdir. Bizim bəzi alimlərimiz buyururlar, gözlə görülməsi etibarlıdır. Yəni o ki, muhaqdan ay çıxır, o dairədən ay çıxır, yəni gözlə görünmək həddə çatsın. Yəni elə bir nuraniyyət gəlsin, yəni ayın nuraniliyi çoxalsın və yaxud irtifası biraz qalxsın, yəni yuxarı biraz qalxsın ki, ay getdikcə yuxarı qalxır, aşağıdan yuxarı qalxır. O ayın biraz görünmə qabiliyyəti olsun, yəni gözlə onu görmək olsun. Biri də alimlərimiz deyirlər, teleskopla da görünsə kifayət eləyir. Yəni teleskop qədərində, yəni o muhaqdan çıxır, o dairədən çıxır və teleskopla da görünmək qüdrəti var. Bəzi vaxtlar yəni o dairədən çıxması teleskopdan əlavə, teleskopu salırlar, məsələn, birləşdirirlər, düzəldirəm sözümü, teleskopu birləşdirirlər, kompüterlə baxırlar. Ya bu mötəbər deyil. Bizim alimlərin nəzərinə görə hətta teleskopu qəbul edənlər. Teleskopu deyirlər, yəni birbaşa gözlə, teleskopla baxır aya. Əgər bu cür nə görünərsə, bəli, mötəbərdir. Amma yox, qoşursa sistemə, onun koordinatları ilə baxırsa aya, yəni onu artıq yəni o dairədən çıxmış hesab edirsə, o etibarlı sayılmır. Ona görə bu məsələlərdə diqqət olunması məsələ budur ki, yəni hər kəsən öz müştehidinin nəzərinə əsasən müştehidi nə deyir? Müştehidi gözlə görməyi etibarlı bilir, teleskopla görməyi etibarlı bilir və yaxud da üfüq məsələsi. Bu iki məsələyə görə, yəni gözlə görmək, teleskopla görmək və yaxud üfüq məsələsinə görə nə qədər rəylər var alimlər arasında? Yəni nə qədər rəylər? Bir iddə alimlər deyir, məsələn, Ayətullah Xoyinin nəzəri bu cürdür ki, gözlə görünməlidir, amma hər hansısa bir yerdə görünsə, gecəsi, yəni o görünən şəhərlə üst-üstə düşərsə, başqa bir şəhərində gecəsi o şəhər gözlə görünən yerdə o gözlə görünən şəhərin gecəsi ilə üst-üstə düşür. Hərçənki bir miqdar o digər şəhər üçün də artıq ay daxil olmuş sayılır. Biri də alimlər deyirlər, zahirən mənim yadımda olan Ayətullah Vəhid Xorasani buyururlar ki, yox, gecənin əksəriyyəti gərəkdir üst-üstə düşsün. Gözlə görülsün və gecənin əksəriyyəti bir-birinə yəni uyğun gəlsin. Bu zaman o digər görünməyən şəhər üçün də ayın sabit olması keçərlidir. Biri də alimlər deyirlər, yox,
teleskopla gözlə görünməlidir, amma vəhdətül üfüq şərtdir. Vəhdətül üfüq şərtdir. Vəhdətül üfüqda bunun özündə də bir bizim yəni Fikir bəhslər ayrılıqları var, var, fikir elmi ayrılıqları var. bəhslərdir. Bəli. Yəni bunlardır ki, səbəb olur. Yəni mənim sözümün xülasəsi budur ki, bunlardır ki, səbəb olur məsələlər. Bəli. Yəni müxtəlifdir. Təqribən burada mən yadımdadır 7 rəy var idi, 8 rəy. Bəlkə bundan az indi çox dəqiq yadımda deyil. Yəni bu həddə rəylər var. Bəzən konkret olaraq sual soruşurlar ki, bu elmi bəhslər gözəldir ya, amma məsələn konkret olaraq soruşur ki, filan idarəyə əməl eləyə bilərəm sözünə yoxsa yox. Bəzən də bunun barədə bir miqdar danışdıq. Bəzən də soruşurlar ki, misal üçün filan idarənin nümayəndələrinə necə? Elə bu yerdə mən sizə sual edirəm. O filan idarə hansı formada ona riayət eləyir? Bəli, mən indi o məlum deyil. Bu barədə istəyirdim fikir bildirəm. Baxın, iki ədalətli şəxs meyardır ki, iki ədalətli şəxsin sözünə inansın. İki ədalətli şəxsin sözü əgər gözü ilə görübsə. Bəli, iki ədalətli şəxs gözü ilə görübsə ayı və onun sözlərinə inanıb, inanmağa ehtiyac yoxdur. Bəli, iki ədalətli şəxsin sözü kifayət edir. İki ədalətli şəxs şəhadət versə ki, ay görsənib, onun sözünə inanıb orucunu aça bilər və ya orucunu tuta bilər. Bu yöndə belə suallar olur ki, misal üçün filan idarə necə? Filan idarədə bu barədə çıxır elan edir də. Orada da 1 nəfər, 4-5 nəfər. Biz bu cəhətdən araşdırdıq ki, ümumiyyətlə bunların ədalət və şiə fiqhinə əməl eləməsi gərək isbat ola. Bəzən bir adam mümkündür lap belə, hətta belə deyə, ədalətlidir, amma şiə fiqhinə əməl eləmir. O gözəl məqamlara toxundunuz. Mütəxəssisə müraciət eləmək həm ağlın hökmüdür, həm də dinimizin, dini göstərişin hökmüdür. Bəzən görsən bir dənə jurnalist də çıxıb, ya incəsənət xadimi də çıxıb ay barəsində danışır. Din mövzusu o qədər maraqlı olur ki, bəzən görsən hətta az qalıb baytar həkimləri də gəlib orada fikir bildirsinlər. Ay görsənsə belə olacaq, görsənməsə belə olacaq, ya filan vaxtı görsənəcək. Bilirsiniz, heç bir təxəssüsü olmayan. Mən üzr istəyirəm, bu məsələyə toxum, sualı bir də təkrarlayıram. Deyirlər ki, filan idarələrə mənsub adamlar şəhadət verirlər ki, ay görsənib. Onların sözünə əməl edək yoxsa yox? Mən belə düşünürəm. Məsələni bu cürünə təhlil edirəm və fiqhi hökmdə budur. Baxın, bəzən biz görmüşük də, dəfələrlə şahid olmuşuq ki, filan idarə şiə fiqhinə əsasən fətva verməyib. Onun ziddinə fətva verib. O idarəyə mənsub olan şəxslər də hər hansı səbəbə görə sakit qalıblar. Bəzən nəinki bəzən sakit qalmayıblar ki, heç. Hətta gəliblər həmin mövqeyi dəstəkləyiblər. Bəzən hətta görmüşük, bundan da pisi budur ki, gəliblər din donu geyindiriblər. Hansısa bir səhv mövqeyə din donu geyindiriblər. İndi mən hansı inamla gəlib bunun sözünə əməl edə bilərəm? Hansı dini göstərişlə belə bir insanın sözünə əməl edə bilərəm? Təbiidir ki, burada ehtiyat eləməliyəm. İndi o şəxsin mən ədalətin sual altına aparmaq istəmirəm. Bu mövzuda danışmaq istəmirəm və heç bir fərd barəsində də fərdi müzakirəyə qoymaq istəmirəm. Amma ümumiyyətlə o hansısa ehtiyatlar edib, fikir bildirməyib, söz deməyib, etiraz eləməyib, o öz şəraiti var. Amma belə olan halda mən də bunu açıq-aşkar görmüşəm. Necə olur mən gəlim belə bir şəxsin sözünə inanım? Bir neçə şey çox pislənib hədislərimizdə, ciddi şəkildə qınanılıb. Onlardan biri budur ki, səhv bir mövqeyə, səhv bir işə, batil işə din donu geyindirmək. Və bu bilirsiniz nəyə xidmət edir? Bu başqasına görə özün səhv yerə, öz axirətin məhv edir və özün səhvə, batilə sürükləyir, özünü sürükləyir. Başqasına görə cənnətin əldən verir. Başqasına görə özün ilahi əzaba tərəf sürükləyir, aparır. Bu çox pisdir. Hədislərimizdə bu çox da qınanıbdır. Bəzən də belə sözlər eşidiləndə bir dəstə deyir ki, vəhdəti qorumaqdan ötürü gərəkdir ki, burada bir-birimizi ictimai cəhətdən qınamayaq, bu söz işimiz olmasın filan. Bu səhvdir. Bu səhv düşüncədir. Həqiqi vəhdət prinsipi odur ki, batilin müqabilində bir olasan. Batil mövqeyi məyus edəsən.
batili vurub aradan aparasan. Amma insan gələ səhv bir mövqedə deyək ki, biz vəhdəti pozmayaq, bir olaq, bu səhvdir. Vəhdət prinsipinə görə səhvdir. Mən bunu istirdim əzizlərimizə çatdıraq ki, əziz izləyicilərimizə və çoxları üçün də maraqlıdır bu söz. Bu idarələrin ədaləti isbat olunmayıb. Fiqhi hökmlərə əməl eləməsi, şiə prinsiplərinə əsasən söz demələri isbat olunmayıb. Belə bir halda eləyə bilmərik bunların sözünə əməl edək. İkinci cəhətdən də bunlara mənsub olan insanlar da dəfələrlə görmüşük ki, səhv mövqelərdə sakit qalıblar hər hansı bir səbəbə görə. Mümkündür ki, hər halda da özü məsləhət bilib dinməyib, hər nə edibsə özü bilər, Allahı bilər. Amma belə bir şəraitdə ki, biz bunları görürük, biz elə bilmərik bunların sözlərinə etimad edək. Sözüm bu mövzuda. Mən də xülasə olaraq bunu deyim ki, bu məsələdə, yəni hər bir müqəllid, yəni hər bir şəxs, təqlid edən bir şəxs hökm məsələlərində, əhkam məsələlərində, yəni ayın sabit olması məsələsində öz müctehidinə təbəyyət eləməlidir, təqlid eləməlidir əhkam məsələsində. Yaxşı, mövzu məsələsində necə? Ayın sabit olması məsələsində necə? Ayın sabit olması məsələsində müstəqildir. Amma mövzusunu hal-hazırda müctehidlərin, mərcələrin, ofisləri, o mərkəzləri təyin eləyirlər. Yəni ayın fərz eləyək ki, məşəddə sabit olması, müəyyən bir hündürlükdə sabit olması, müəyyən bir ölçüdə onun nuraniyyət tapması, onu ilə hesablamalar göstərir ki, fərz elə ki, digər ölkələr üçün də o vəhdətül üfüq əsasəndə onlar hesablamaları daha yaxşı bilirlər. Məsələn, deyirlər ki, məsələn, Rusiyanın filan yerində də bayramdır. Yaxud Azərbaycanın filan yerində də bayramdır. Şərt deyil ha, bu gözünlə görəsən. Gözünlə görmə qabiliyyəti ayda orada da var. Hətta gözünlə görməsən də fərz elə ki, Rusiyada yaxud Azərbaycanda gözünlə ayı görmürsən. Amma buradan təyin eləyirlər ki, ayın gözlə görünmək qabiliyyəti var. Yaxud teleskopla görünmək qabiliyyəti var. Artıq oraya üçün də kifayət eləyir. Bəs mövzu cəhətdən də bu məsələnin üzərində yəni o müəssisələr işləyirlər. Mövzu cəhətdən də elə bir məxsusən Seyid Sistaninin məsələn ofisi, Ayətullah Sistaninin ofisi məsələn deyirlər ki, məsələn Tehran üçün sabitdir, Xorasan üçün sabitdir, məsələn Azərbaycanın müxtəlif yerləri üçün sabitdir. Mövzu cəhətdən də bunlara əlbəttə ki, şəxslər yəni itminan eləyirik biz bu müəssisə şeylər. Əlbəttə ki, biz yəni itminamımızı əsasən bu müəssisələrə orucun əvvəli, çünki biz itminan eləyirik ki, düzgün formada araşdırılıb və düzgün formada Mən bir məqama toxunmaq istəyirdim. Bu sözlərinizə əsasən bunu başqa sözlə desək, elə bil şiə aliminin böyük bir dahi şəxsiyyəti çıxır söz deyir, fəqihi, dahi şəxsiyyəti, imamlarımız tərəfindən qəbul olunan şəxslər, yəni imamlarımızın göstərişlərinə əsasən uyğun şəxslər çıxır bir söz deyir. Hər cəhətdən şiə üçün sözü höccət olan, tamam olan şəxs bir söz deyir. Biz bunun sözünü qoyuruq kənara, gəlirik məsələn filan idarə söz deyib ona əməl etmək, bu qəti şəkildə səhvdir. Qəti şəkildə bu səhvdir və ya o idarəyə bağlı olan şəxslərin sözünə inanaq, bu da qəti şəkildə səhvdir. Yəni kamil, düzgün deyildi. Tam bir nümunə olduğu surətdə o etiqadımız, imanımız, yəni ehtimal ki veririk ki, bunların yanlışlıqları var, hətta bəzi yanlışlarını da görmüşük. Belə olduğu surətdə yəni kamili qoyub, belə də üstün nümunəni qoyub, həm elmi cəhətdən, həm dini cəhətdən bütün standartlara cavab verən şəxsi, səlahiyyətli şəxsi qoyub digərlərinə etimad etmək yanlışlıqdır, böyük xatadır. Həm əqli cəhətdən bu qəbul olunması deyil, həm də dini cəhətdən qəbul olunması deyil. Gözəl məqamlara toxunuldu, elmi bəhslər olundu azacıq. Təbii ki, məclisin axarı belə deyək də iqtizası ona imkan vermir, daha geniş şəkildə bəhs edəsən, amma istəyirəm bir elmi tərəfdən bunu uzaqlaşdırıb mənəvi tərəflərinə toxunaq. Həm də qatqılı olsun da, fərqlilik olsun. Ramazan ayının dəyəri, əhəmiyyəti o qədər önəmli, o qədər uzadır ki, hədislərdə, daha doğrusu qüdüsi hədislərdə keçir ki, Allah buyurur ki, Əs-savmu li və ənə əczi bih. Müxtəlif o axırıncı hissəsi müxtəlif surətlərdə deyilir, onlarla işimiz yoxdur. Zahirən doğru tərəfi ilə əczi bihdir. Yəni
Mənası budur ki, oruc mənə məxsusdur. Elə işarə etdiyiniz ki, dəyər nöqteyi nəzərindən oruc mənə məxsusdur. Bunun mükafatını özüm verəcəm. Birinci məna burada budur. Bunu deyirlər ki, burada sırf fiqhi göstərişlərə, Ramazan ayının o zahiri ədəb qaydalarına riayət eləmək kifayət edir. İnsan bu mərhələyə çatır. Bu da ki, o Ramazan ayı ilə bağlı deyirlər ki, 3 cür orucluq var da. Biri ümumi orucdur, biri xüsusi orucdur, biri də daha xüsusi oruc. Bu hədisin bu mənası birincisi ilə daha uyğun gəlir. Ki, insan az qalsın, yəni acılıqla orucunu tutsun. Bu da yaxşıdır, amma şükürün deyirlər bu aşağı səviyyəsidir. İkinci, o həm də xüsusi orucla uyğun gəlir. İkinci məna burada bunu ediblər ki, deyirlər ki, indəllah məqamına insan yetişə bilər bu orucla. Bu nədir? Bu həm bütün vücudunla oruc tutmaqdır. Gözün oruc olmalıdır, naməhrəmdən uzaq, naməhrəmə baxmamalısan. Qulağın oruc olmalıdır. Yanlış, pis, yəni söyüş xarakterli və yaxud da qeybət xarakterli sözlərə qulaq asmamalısan. Haqqa qulaq verməlisən. O zaman həmçinin fikrin bütünlüklə vücudun oruc olmalıdır. Deyirlər, belə olduğu halda həmin o xüsusi oruca insan yetişə bilir. Burada deyirlər ki, o Rizvan cənnətində insan uzala bilir. Bu ayəni də gətirdilər. Mən gördüm ki, ya ayyatuhan nəfsul mutmainnə ircə ilə rabbik. Yəni buna işarə edirlər ki, bu xüsusi orucluq məqamına sahib olan insan, xüsusi oruc tutan insan, bütün vücudu ilə oruc tutan insan sanki o indallah məqamına yetişir. Allah hamımıza ruzi eləsin bunu. Üçüncü ki, həm daha xüsusi orucdur, həm də bu duanın mənasını bu cür edirlər. Budur ki, deyirlər ki, burada məna budur ki, Allah deyir ki, oruc mənə məxsusdur, onun mükafatı mən özüməm. İndi bu irfanı mənadır, bunu bu cür məna edirlər ki, liqaullaha yetişmək. Allahda fəna olmaq. Yəni bu bir məqamdır ki, artıq insan mənəviyyatla özünü saflaşdırmaqla, əqidəsini, fikrini, əməllərini və vücudunu saflaşdırmaqla, paşlaşdırmaqla o məqama yetişir. Digər bir hədisi qüdsi var, o bunu, yəni o liqaullahı bir növ məna edir. O da hədisi qüdsidir. Allah buyurur ki, mən təqribi məna edirəm. Mən nə yerə, nə də göyə sığmaram. Mən lakin yəsəuni qəlbə əbdiyəl mümin. Mömin bəndəmin qəlbində yerləşərəm. Bu da fiziki cismi məna deyil də. Yəni bunu demək istəyir ki, insan elə bir mərhələyə çatar oruc tutmaqla, onun vücuduna, onun qəlbinə Allah hökmranlıq edər. Bütün istəyi, bütün addımları, bütün mövqeyləri hamısı Allahın istəyinə uyğun olar. Allah hakim olar da. Allah razı 100%'lik ixlas orada insana hakim olar. İstədim ki, bu elmi Allah razı bəhsdən olsun, biraz bəli. çıxar, çox Mənəviyyat qatdı müzakirəmizə. O bəzən bu suallar aktual olduğu üçün oruç tutan insanlara ona görə soruşurlar. Müxtəlif sualları soruşurlar. O suallardan biri də budur ki, oruc mübarək Ramazan ayı olmadan oruç tutsam nə olacaq? Və ya bir gün artıq oruç tutsam, yəni bayram günü oruç tutsam, bunun nə problemi var? Allah Taala buyurub oruç tut da. Oruç tut, mən də oruç tuturam. Bir gün artıq, bir gün az, bunun nə problemi olar, nə kimi problemi olar? Bu barədə də əgər bəzi müzakirələr olsa gözəl olardı. Buyurardınız. Bu məsələdə Ustad Kazım, mən xülasə olaraq, yəni qısa olaraq məsələyə toxunum. Verilişimizin elə bilirəm vaxtı da az qalır. Bizim fiqh, yəni terminologiyasında, yəni fiqh terminlərində buna yevm şək kimi, yəni şək günü, yəni şək günü kimi adlandırılır. Bu məxsus deyil. Şaban ayının bitməyinə, Ramazan ayının əvvəlinin sabit olub olmamasına, və yaxud Ramazan ayının bitməyinə, Şəvval ayının sabit olub olmamasına, və yaxud Şəvval ayının bitməsinə, Zilqədə ayının məsələn sabit olub olmamasına, bu məxsus deyil bu cür. Yəni bütün aylara məxsus. Bütün aylarda mümkündür ki, şək yaransın. Şək yaransın. Yəni qarşıdan gələn ay daxil olub yoxsa yox? Əgər qarşıdan gələn ay daxil olmayıbsa, bizdə yəni fiqhi, yəni
dəyərlərimizə əsasən, görüşlərimizə əsasən ayın da axtarılması vacib deyil. Bəli. Ayın əvvəlinin araşdırılması Vacib. vacib deyil. Bəli, mən üçün sabit olarsa artıq ay sabitdir, amma araşdırılması sabit, yəni vacib olmayan bir məsələdir. Bəs vacib olmadıqca ay hansı aydan hesablanar? Köhnə aydan. Məsələn 30 gün keçmirsə, bir gün də budur ki, təzə ayın başlaması üçün köhnə aydan 30 gün keçsin. Fərz edək 29-cu gündür Şabandan 29 gün keçib. İndi bilmirəm ki 30-cu gün Ramazan ayının əvvəlidir, yoxsa Şaban ayının axırıdır. Şəkdəyəm. Rivayətlər də varımızdır. Fiqhi alimlərimizin göstərişləri də, görüşləri də bu cürdür ki, bu günü insan yəni bacarar ki, oruç tutsun. Orucu bu cür niyyət eləsin. Qəza orucu niyyəti ilə, əgər qəza orucu varsa, yoxdursa müstəhəb bir Şaban ayının müstəhəb günü orucu niyyəti ilə. Amma Ramazan ayı niyyəti ilə, Şək günü Ramazan ayı niyyəti ilə tutmaq əgər icazəli oruc deyil. tutarsa, bu haramdır. Tutduğu oruc da batildir. Yəni haramdır, batildir. Rivayətlərimiz də var buna. Rivayətlərimizdə göstərişlər var. Yəni bu iş icazəli deyil. Hətta bəzi alimlərimizin baxsaz Urvətül Vusqada hətta deyir ki, insan tərəddüdlə tutsa, Ramazandandırsa, Ramazandan, Şabandan bunu da qəbul eləmir. Bəzi alimlərimiz burada da ixtilaf edirlər. Bu məsələdə də ixtilaf. Bəs məsələ əgər yevmi şək günüdür, yəni şək günüdürsə, o məsələdə ya qəza orucu tutacaq, Ya da ya müstəhab orucda bu daha yaxşıdır. Bəli. Amma yeni alimlərimizin nəzərlərinə əsasən bir çox alimlərin, yəni hər kəsə baxacaq öz müştəhidi hansı Ramazandansa, Şabandansa, Şaban bunları da eləyə bilərlər. Amma Ramazan qəsd edib oruç tutmaq, orucu bax. Və həmçinin Ramazan ayının axırı da bu cür nədir ya? Bəli, o cür nədir? Allah razı olsun, təşəkkür edirik. Çox gözəl məqama toxundunuz. Bir məqama da mən başqa sözlə, başqa yöndən toxunmaq istəyirəm. Bu ki, qətidir. Mübarək Ramazan ayı olmadan insan Ramazan ayı niyyəti ilə oruç tutarsa, bu həm nəinki savab qazanmır, hətta batildir. Batildir və günah qazanır. Çünki bidət elədi. Mübarək Ramazan ayı olmadan oruç tutmaq ilahi göstəriş deyil. Özündən bir əlavədir. Və bayram günü də oruç tutmaq, əgər bayramdırsa, elan olunub ki, mübarək Ramazan ayının bayramıdır və sən ayı görübsən ya təqlid elədiyin mərciyi təqlidin deyib, o vaxtı da oruç tutmaq bu da batildir və böyük bir günahdır. Bu sualın başqa yönündə mən istərdim izah eləyəm. Bəzən soruşurlar ki, bir gün az, bir gün çoxun nə fərqi var? Bir gün artıq tuturam da, Allah deyib tut, bir gün artıq tuturlar. Mən bunu demək istəyirəm ki, bir gün artıq tutmaqlıq bəndəçilik maraqlarına əsasən, bəndəçilik prinsipinə əsasən səhvdir. Axı haramdır. Yəni bir gün artıq tutsam haramdır. Bəli, haramdır bəndəçilik maraqlarına əsasən. Mən istəyirəm bu yöndən yanaşım. Biri deyir ki, bir gün artıq tuturam da, nə olacaq? Nə ziyanı var? 30 gün deyib 31 gün tuturam. Bəndəçilik marağına əsasən ziddir. Niyə? Çünki Allah Taala məndən istəyib oruç tut və bu ayda oruç tut. Nə artıq, nə əskik. Bəli. Bu ayda oruç tut. Şeytana da Allah Taala şeytandan ibadət istəmişdi, itaat istəmişdi. Şeytan deyirdi ki, mən itaat edirəm. Amma Adəm əleyhissalama ki deyirsən səcdə elə, onu etmirəm. Yəni bu bəndəçilik prinsipinə əsasən zidd bir şeydir, bəndəçilik prinsipinə batil bir şeydir. Allah səndən istəmədiyi bir şeyi və ya istədiyi həddən artığını eləyirsənsə, bu o deməkdir ki, istəyirsən deyəsən ki, yox, mən özüm bəndəçilikdən əlavə başqa bir şey də istəyirəm. Başqa bir daha artığını istəyirəm eləyəm. Bu bəndəçilik maraqlarına əsasən zidd bir şeydir. O da deyə bilmərik ki, Allah Taala bir ay oruc istəyib, mən bir ay yox, bir ay bir gün tuturam, 2 gün tuturam artıq. İlahi iradənin müqabilində sən başqa bir iradə qoyursan. Başqa bir iradə qoyursan, bu bəndəçilik maraqlarına zidd. Yəni ilahi sistemdə yəni səndən nə istənilib, mütləq bəndəlik budur da. Səndən nə istənilib, səndən onun icrasını tələb edirlər. Ondan artığını yox. Ondan artığı artıq sənin öz istəyindir, Allahın istəyi deyil. Bu öz nəfsi, öz görüşü Allah bir növ ilahiləşdirmək kimidir ki, o da qəbul. Özündən bir şeyi əlavə edirsən. Yeni bir din izah edirsən. Bəli, əzizlər, gözəl müzakirə oldu. Əziz ustadlara çox təşəkkür edirəm. Gözəl mövzulara toxunduq. İnşallah ümid edirik ki, əziz izləyicilər üçün faydalı olar və
bütün müsəlmanları Ramazan ayının daxil olması ilə bir daha təbrik edirik. Uca Allahdan bu ayı gözəl, mənəvi şəkildə keçirməyi həm onlara, həm də özümüz üçün diləyirik. Təşəkkür. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.